Hər vaxt xeyir olsun, dəyərli qrup üzvləri. Necəsiz? Ümid edirəm, yaxşısınız. Uşaqlar, dünən biz siqnal kanalında paylaşdığımız siqnallara diqqət edək və bugün səhər saatlarında ilk öncə diqqət edək. Biz səhər saatlarında 48-lərdən 58-lərə qədər alış əməliyyatları verdik. Amma biz aşağıda 35-lərdə aldıq və 3 etaplı take profit, yəni 3 əməliyyat açmışıq və hər bir əməliyyata deməli birinci 4565-ə və 4580-ə, eləcə də 4605 olmalı idi. 4598 take profit təyin eləmişik. Amma səhər saatlarında 48-lərdən 58-lərə 10 dollarda bir qalxış, eyni zamanda biz deməli baxaq görək qızılda sabahınız xeyir olsun 48-ə deməli 58 və 4595-lər təyin etmişik. Dünən isə 8 siqnal gəlirlə nəticələndi. Eləcə də həm neftdə də deməli sel əməliyyatları açıldı. Qızılda bay əməliyyatları açıldı. Birinci bay az gəlir versə də, ikinci sel də az gəlir verdi. Amma 4552-dən olan isə yaxşı gəlir verdi. Gümüşdə də yəni mükəmməl nəticə əldə olundu. Euro dolları, funt dolları, bitcoin'da da, neftdə də. Bugün nələr olacaq? Yəni bugün qızıl qalxacaqmı sualına yenidən gəldikdə dünənki bir maksimum var idi. Həmin maksimuma 4585-ə qədər getdi. Bugün səhər saatlarında isə 90-a qədər getdi. Hal-hazırda indi deməli çox güclü bir müqavimətlə rastlaşıb. Bu müqavimət budur. Demək maksimum nə olub? 53. 48-dən 53-ə 5 dollarlı. Yəni bu yaxın günlərdə uşaqlar, yəni 5 dollar, 9 dollar hərəkət edir. Yəni əslində ilin əvvəlində bütün traderləri qızıl həvəsləndirmişdi. Yəni gün ərzində 150, 250, 300, 400 dolları bir hərəkət edirdi. Yəni bütün traderlər rahat bir şəkildə gəlir əldə edirdilər. Son zamanlarda biraz çox ləng hərəkət edir. Belə hərəkətlər demək olar ki, traderləri həvəsdən salır. Satış əməliyyatları uşaqlar, demək əslində mən yazmışdım 4530-dan aşağı formalaşsa, təbii ki, yəni qızıl yenidən aşağı doğru istiqamətlə davam edəcək, amma əsas satışlar isə 4520-lərdən gələcək uşaqlar. İndi hal-hazırda bir impuls verib, yəni bu dönə də bilər. Keçək biz gümüşə. Gümüşdə dünən alış əməliyyatları mükəmməl gəlir verdi. Bugün satışlar olacaq 75-140-lardan, alışlar isə 76 artıq 76-200-lərdən gəlmişdi. Yəni məncə elə idi. Gümüşdə bay bugün 75-500-lərdən 75-500-lərdən alışlar gəlib. 75-500-lər yəni bir dənə də uşaqlar 76-500-lərdən bay əməliyyatları icra edin. Yəni daha mükəmməl olsun. Bir dənə də yazaq bura, deməli 76-500-lərdən, gümüş 76-500-lərdən bir dənə də bay. Gümüş 76-500-lərdən bay. TP-də uşaqlar 78-ləri təyin edə bilərsiniz. Stop lossu 76 yox 75-800-ləri təyin edin. Belə, hal-hazırda demək, yəni gümüşlə yuxarı doğru istiqamətə davam etdirməsi. Təbii ki, qiymət 76-800-lərə qədər hərəkət etməsi daha rahat olacaq. Ondan sonraki 77-800-lərə qədər. Euro dollarda dünən alış əməliyyatları gəldi. Bugün alışlar 1.16-450-lərdən, satışlar isə 1.16-290-lardan gələcək. Funtun olan rəqabəti dünən bay əməliyyatlarından yaddaşları qaldı. Bugün yeni alışlar 1.34-450-lərdən, satışlar isə 1.33-750-lərdən gələcək. Bitcoin-ə gəldi də isə
Bitcoin artıq alış əməliyyatlarına hazırlaşır. Deməli 77.50-lərdən alışlar olacaq və take profitlər 77.300-lər, eyni zamanda 77.78-lər olacaq. Ethereum uşaqlar, Ethereum dünən satış əməliyyatları, həm də alış əməliyyatlarında gəlirlər oldu. Bugün alışlar Ethereumda 2152-lərdən, satışlar isə 2107-lərdən gələcək. Neftə gəldi isə, neft bugün nə edəcək? Neftdə də dünən biz təyin etmişdik hədəfləri. Deməli 112.80-lərdən təyin etmişdik. Qiymət 109-lara qədər endi. Mükəmməl bir nəticə alındı uşaqlar. İndi hal-hazırda 112.80-lər alışdır. Dünənin satışı idi, bugünün alışıdır. Və bugün satışlar ardından gələcək. Satışlar da 111.30-lardan gələcək. Belə əzlərim, inşallah Allah qoysa, biz yenidən baxırıq qızıla, ümid edirik qızıl bugün, yəni bir çox traderlərin alışları var qızılda, yəni ümid edirik dünənki kimi o da qalxacaq. Yəni dünən deməli biz 52-dən alış əməliyyatları verdi və qiymət nə az nə çox, yəni 30 dolara yaxın yüksəliş oldu. Yəni bu da mükəmməl bir nəticədir. İnşallah görüşmək üzrə uşaqlar, özlərinə yaxşı baxın. Biz Siqnal kanalında yenidən paylaşarıq siqnalları.